Sual belədir ki, Seyyid Qutb kimdir? Sələfidirmi? Bu haqda fikrinizi bilmək istəyərdik. Cavab odur ki, Seyyid Qutb Misirdə dünyaya gəlib 20-ci əsrin əvvəllərində 1900 təxminən 6-cı ildə səhv eləmirəmsə 1966-cı ildə Misirdə türmədə edam hökmü verərək, yəni ki, kəndirdən asılaraq edam olunmuşdur. Və Seyyid Qutb həqiqətən bugünkü gündə bir çox insanların diqqətini cəzb eləyir yazdığı kitablarla, Zilalul Quran, Muallimut Tariq və s. kimi kitabları ilə. Və bu insan şək yoxdur ki, İxvanul Müslimin cəmaatının liderlərindən olub və həmçinin hakimə qarşı çıxmaqla, hakimə qarşı insanları qaldırmaqla məşğul olub, fikirləri bunu təsdiqləyib və həmçinin təkfir məsələlərində həddini çox aşıb. Bundan da əlavə Musa Peyğəmbərə nalayiq söz deməsi, İxlas surasının təfsiri, Taha surasının əvvəlki ayələrini sələfin şərh eləmədiyi şəkildə vəhdətül vücud əqidəsini təmsil edən şəkildə təvil eləməsi və həmçinin Muaviyyə və Amr ibn As kimi sahabələrə nalayiq söz deməsi və bir çox xataları ilə bu insan məşhurdur. Və bundan da öncə onu bilmək lazımdır ki, Seyyid Qutb bu alim deyil. Seyyid Qutb İslam alimlərindən sayılmır. Seyyid Qutb ədəbiyyatçıdır, Seyyid Qutb filosofdur, yazmağı, yazıçılığı bacaran bir şəxsiyyətdir. Ona görə də mənim tövsiyəm qısa şəkildə, yəni qısa şəkildə adam budur İxvan-ı Müslimin cəmaatındandır. Yəni sələfilərdən deyil. Qısacası elm tələbəsi olmayan insanlara onun kitablarını oxumağı məsləhət görmürəm. Haqla batili seçə bilmədiklərinə görə. Yəni sadəcə elm əhli görmüşük ki, istifadə eləyiblər. Məsələn, Şeyx Fovzan kimi belə böyük adamlar hasılar ki, haqla batili seçə bilirlər. Amma qaldı elm tələbəsi, elm əhli olmayan bir adamların onun kitablarını istifadə eləməsini məsləhət görmürəm. Allahu ələm. İxlasla.com saytı tərəfindən təqdim olundu.